Salam. Gəlin bu gün belə bir qəbul sualına baxaq. 15 nömrəli tapşırıqda hamar üfüqi müstəvidə qoyulmuş M, 2M, 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. 3M kütləli kub F qüvvəsi ilə dartılır. Sapın tey gəlmə qüvvəsi 20 Newton olarsa, F dartı qüvvəsini hesablayın. Baxın uşaqlar, F qüvvəsi M, 2M və 3M kütləli cisimlərin hamısına təsir edir. Yəni bu 3 cismin üçünü də dartır. Amma gərilmə qüvvəsi yalnız, baxın gərilmə qüvvəsi burdadır. Gərilmə qüvvəsi yalnız M kütləli cismi dartır. Onda biz deyə bilərik ki, F qüvvəsi mütənasibdir. Baxın, M plus 2M üstə gəlinsin 3M qüvvələrinin cəmi ilə. Amma gərilmə qüvvəsi mütənasibdir yalnız M kütləli cisimlə. Onda bunları tərəf-tərəfə bölsək, baxın, F-in T-yə nisbəti bərabərdir. Burada cəmləsək 3M, 2M, bir də M. 6M ümumi kütlə var. 6M qoyuruq yerinə bölünsün M. M-lər ixtisar gedir, qalır 6. Bizə gərilmə qüvvəsini verib. Gərilmə qüvvəsi baxın deyir ki 20 Newton olarsa, deməli F istəyir. F bölünsün 20 bərabərdir 6. Buradan tənasüb həll eləsək F bizə nə verir? 120 Newton. Deməli bizdən istənilən o F qüvvəsinin qiyməti 120 imiş.